Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizə Allahın salamıyla salamlayıram və bir xatırlatmanı nəzərinizə çatdırmaq istəyirəm ki, bu il qurban kəsmək niyyətində olan hər bir müsəlman Zilhiccə ayı girdikdə dırnağından, saçından, tükündən bir şey götürməməlidir. Çünki İmam Müslimin rəvayət etdiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur: Zilhiccə ayı girdikdə və sizdən biriniz bu ayda qurban kəsmək istəyərsə, saçından, dırnağından, tükündən və cildindən heç bir şey götürməsin. Düz qurban kəsənə kimi, yəni 10 gün Zilhiccə ayının 10'na kimi dırnağınızdan, saçınızdan, tükünüzdən bir şey götürməyin. Allah kəsdiyiniz qurbanları qəbul etsin. Allah subhanahu wa ta'ala həcc edənlərin həccini məqbul etsin. Allah Teala bu gözəl günlərdə, həmçinin Arafa günündə bizi bağışlanan qullarından etsin.